Məşqə sadəcə bir gün gecikdik. Bu qədər böyütməyə nə ehtiyac var idi ki? Necə bir ata qızlarını güləşçi olmağa məcbur eləyər ki? Onları səhər 5-də qaldırıb qaçırdar. Kölə kimi işlədər. Oğlanlarla döyüşdürər. Qarşı çıxanda da saçlarını kəsər. Tanrım heç kimsəyə belə bir ata verməsin. Kaş ki Tanrı mənə elə bir ata versəydi. Heç olmasa sizin atanız sizi həqiqətən düşünür. Ancaq biz bu dünyaya qız olaraq gələndə yemək və təmizlik eləməyi öyrənirik. Hər cür ev işini eləyirik. Və 14 yaşına gələndə bizi evləndirirlər. Yükdən o saat xilas ol. Onu heç görmədiyi bir adama ver. Ona uşaq elətdir. Evindən çıxsın bəsdir. Ancaq bu işə yarayar. Ən azından sizin atanız sizi uşağı kimi görür. Bu dünyaya qarşı mücadilə aparır. Qınaqlara səssizcə dözür. Niyə? İkinizin bir gələcəyi olsun deyə. Elədiyi sərf budur.